10 ilin həsrətinə son qoyduq. 2 ailəyə 2 qat sevinç bəxş etdik. 4 dənə oğlan balamız evlərinə gedirlər, ailələrinə sevinç bəxş etməyə. Mamaçkalar ikisi də yumurtalıq polikistoz sindromundan əziyyət çəkirdilər. Qeyd eləmək istəyirəm ki, Nuşayba xanımda hətta bir borusu açıq idi, bir borusu bağlı idi. Folikullar yetişib partlamırdı. Bəllidir ki, polikistoza görə hormonal problem var idi. Qızımız 3 ilə yaxın yanıma gəldi və təbii yoldan müalicə nəticəsində həmləlik baş verdi. Həmləliyimiz çox çətin oldu. 16 həftəyə kimi qanaxmalar oldu. Ona baxmayaraq 36 həftəyə çatdıq. Qızımız demək olar 36 həftə yataq rejimindəydi və 2 dənə oğlumuz oldu. Biri 3 kilo 800, biri 2 kilo 600. Sizi təbrik edirəm. Çox sağ olun. Böyük oğlanlar olsunlar. Çox sağ olun. Sizin sayənizdə 10 ildən sonra müalicələrinizlə artıq evimizə girməyə hazırlaşırıq. Çox sağ olun. Göydə Allah yerdə sizin sayənizdə bugün bu sevinci yaşayırıq. Çox sağ olun. Təbrik edirəm. İkinci mamaçkamız da 10 il əziyyət çəkirdi sonsuzluqdan. Yumurtalı polikistoz sindromu, folikulları yetişib partlamırdı. 1 ilə yaxın yanıma gəldi ara-ara ilə və stimulyasiya nəticəsində folikullar yetişdi, partladı. Həmləliyimiz çətin keçdi. Çatdıq 35-36 həftəyə və balalarımız qucaqlarımızdadır. Bir balacamız düşmüşdü. Reanimasiya bir gün qaldı və bir gün qucağımızdadır. Hər şey yaxşıdır. İnşallah sabah da zətdə onları da evə yola salarıq. Arzu edirəm bütün qucaqlar belə dolu olsun, hamısı sevinsinlər və hamısına qismət olsun belə gözəl anlar. Biz də gedirik yavaş-yavaş evlərimizə getdik. Balacalarımızı evə yola salmağa. Doktor, çox sağ olun. Bugün bizə baxış elədiniz. Göydə Allah yerdə sizin sayənizdə. Möcüzə doktor, möcüzə balalarında həqiqətən çox sevincliyik. Evimizə gedirik balalarımızla. Çox sağ olun hər şeyə görə. Nə bilim, gələndə çox inanmışdım. Yəni, bilirdim ki, inşallah qucağı dolu gedəcəm və elə də oldu. Çox sağ olun hər şeyə görə. Arzu edirəm ki, hamısı belə sevinsinlər, hamısının qucaqları belə dolu olsunlar, 2 qat sevinsinlər və bütün günlərimiz sizin belə xoşbəxt, sevincli, möcüzəvi keçsin. İstəyənlərə hamısına qismət. Təbrik edirəm, təbrik edirəm. Göz güzəllik olsun. 10 ilin həsrətindən son qoyduq. Göz güzəllik olsun. Allah təbrik edirəm. Göz güzəllik olsun. Böyük olanlar olsunlar. İnşallah oyunda oynayasınız. Uşaqları istəyir. İkisini tuta bilməsin. Təbriklər, göz güzəllik olsun. Allah razı olsun. Çok sağ olun. Arkadaşım ondan sonra harcayacağız. Göyde Allah'ın sayesinde yeridir sizin. Mücizəli doktorumuz. Çok sağ olun. Möcüzə doktor, möcüzə balaların gözlərini evlərinə, bir ailəyə də sevinç bəxş etdik. Sizi təbrik edirəm. İnşallah bütün günlərimiz belə sevincli olsun, xoşbəxt olsun. Həmişə belə yüzümüz gülsün, sevinək, xoşbəxt olar. Sağ-sağlam böyüsünlər, xeyirli evlat olsunlar. İnşallah oyunda oynayaq. Çok sağ olun.